eləyən sənsən Samir. Qızı eləyən sən. Sən dünən o gedənin maşınında oturub gəlib, girib içəri, əlindəkini verib qayıtıyordun, bu söz-söhbət olmayacaq. Özün də yaxşı bilirsən. Səni öyrədən öyrə. Uşağı alova səs atdı mənim telefonuma. Samir, uşaq telefonuna səs atdı alova, mənim telefonumda. Mənim telefonda səs atdı ki, nənə, cici paltar almışam, sabah südə gələcəm. Uşağın səsini qulaq asıb cavab vermir. Yanındakı indi var sənin yanında. Ağzımı açma da Samir. Mənə qorxudur, mənə durub polislə yığıb şey verir. Elə bir adam öldürmüşəm, nə eləmişəm. Çağıracaqlar, gedəcəm, danışacağım, əcəb eləmişəm. Mən artıq bir söz danışmamışam. Yaxşı eləmişəm. Düzün danışanda gedib polisə verirlər. Deməli görünə qədər. Ay Allah, çəkin nəyini göstərirsən, uşaq verirsən də, çəkin nə mənim gözümə soxursan. Alimenti çəkin mənim gözümə nəyə soxursan 2 dəqiqədən bir, çək. Mənə eləyirsən, uşaq verirsən, elə bir atamın evindən gətirmişəm. Olur 50 manat atmışsan, elə vaxt olub 100 manat atmışsan, müsalə sənə deyib də var nə yoxdur. Hə. Yapışıb çəkdən elə çəkilər qalır məndə. Sən oğurluq eləginə, gətir mənə saxla, gətir. Və sən nə yaxşı çıxırsan ki, mən onun nəfsini saxlamalıyam, onun ailəsini mən saxlam. Dəqiqələrlə qulağına işləyəcəm, sənin ağzını. Mənim nəyimi verir polisə, mən bilmirəm, yaxşı eləmişəm. Əzəb eləyib danışmışam, yaxşı eləmişəm. Uşağıma görə danışmışam, mənə ləzzət eləmir, mənə yandırır, bəli. Görürsən, düzəm ki, ürəyimiz partlayır. Bəli, düzəm. Mənim durub, mənə qorxudur. Mən belə eləyəcəm. Əlimdə çeklər var. Mən pulun davasını eləmirəm. Mən durub artıq bir şey istəməmişəm. Mən bir dənə dünəndən danışdım ki, mənim uşağıma 10 dəqiqə vaxt ayırmadınız siz. Sənin ürəyində bu boyda atalıq hissi olsa da, sənin o yanındakı sənə imkan vermir, Əzrailin. Artıq bu söz deməmişəm ki, söz söyləməmişəm ki, təhqir eləməmişəm ki, demişəm ki, bir valideyn olaraq, nənə olaraq canınız çıxmalıydı gözünüzün içindən, uşaqla məşğul olub gəlib maraqlanmalıydınız. Mən pul davası eləmirəm, mən sənin şəxsiyyətin haqqında danışmıram, durub deyirsən ki, məndə də çox şeylər var, mən kişiyəm, mən beləyəm, mən eləyəm, mən özümdən danışmıram, mən burada 50 dəfə vurğuladım ki, mən pisəm. Mən küçədə qalmışam, mən pis insanam, mən pis anayam. Məni qoyu qırağa, mən özümdən danışmıram. Məni ha pisdə günə, gözüm aydın, cəhənnəmə pisdə məni. Hər nəyəm. Əsas odur, sənin ailən olmuşam. Yaxşı oğlan olardın, yanında olardım. Qoymazdım belə olum, pis yolda olum, pis insan olum. Əgər pisəmsə. Yaxşı kişi olardın, yanında olardım. İndi bəli, yapışdırmışsınız ki, sən filan şeysən. Sən özün də bir gözəl bilirsən, mən necə insanam. Mən artıq bu söz deməmişəm. Mənim nəyimi polisə verib mənə qorxudursunuz. Mənə polislə, mənim anamın nəyini yığdırırsınız. Anama yığıblar ki, mənim anam, priçom mənim anam. Mən danışmışam. Mənim anamı niyə polisə verirsiniz? Mənim anamı daş salıb başınıza. Neyiniyib mamam? Bunların başı xarab olub. Mənim polisə niyə vermişsiniz? Bir dənə tutarlı səbəb mənə göstər. Deyir, ekran kaydı eləyim. Ekran kaydı. Neynəmişəm? Tələb eləmişəm ki, 9 yaşında görmə engelli uşağım var. Üzü yorulmuşam. Mən sevgi qayğı deyirəm. Uşağa sevgi qayğı lazımdır. Sənin pulunu neyinirəm mən? Sən pulla dəqiqə başı çəkinən mənə şey eləmə. Çəkilər qalır. Çəki mənim başıma niyə vurursan? Mənə eləyirsən, uşağı eləyirsən də. Mənə nə minnət vurursan çəkilərlə? Mənə nə minnət vurursan çəkilərlə sən? Hər dəfə ağzımızı açan kimi çəklər qalır, çək. Mən durub gedərəm, məşdəqəyə çağırıblar məni. Oturub taksiyə çıxıb getsəm ora bölməyə. Prosto mənim nəyimi vermişsiniz polisə, neynəmişəm?
Ay ana. Bəli, məni polisə veriblər. Məni bölmədən yığırlar, anamı yığırlar. Şırğan açılıb, cəhənnəm açılsın. Anası hissənir. Nənöndür də, başı xarab olub. Nənön başı gedib 60-70 yaşında. Nə olub? Ana, üzü istəyirən. Nədən anam? Gör. Gör. Nə olub? Baxım. Mənim anamın nəyini polisə verirsən sən? Özünlə mənim anamı səhv salma. Mənim anam nə bölmə qapıları tanıyır, nə polis şeyi tanıyır. Mənim anam yaşlı arvaddır. Özünlə bir tutma. Hər şeyə vaxt tapırsan. Kefindən qalmırsan. SOS oynayırdın ad günündə. SOS. Onda vaxt tapırdın özvə. Mənim uşağıma çatanda canınız çıxır. Bəli, məni o göynədir, məni o yandırır. Oynayırdın belə-belə. SOS. Heç onda demirdin canım ağrıyır, xəstəyəm, nə bilim, işdən vaxt ayıra bilmirəm. SOS-i belə-belə oynayırdın. SOS. Mənim uşağıma çatanda can çəkirsiniz. Niyə? Mən artıq bir söz deməmişəm, pul tələb eləmirəm sizdən. Mənim ciyərim partlayır dünəndən. Ki, mənim uşağım, bu uşaq, sil, mənim uşağım ağlaya-ağlaya ata nənə deyə qaldı. Adın daşlara yazılsın. Nənə deyə qaldı. Aha, Allah haqqı. SOS. Bax, oxumuşdum. Oxumuşdun, hə. Əcəb eləmişdin. Buna bax bir. Mənim anamı polisə verir. Ged ver. 5-5 verginə. Gələrəm. Üzdəşərəm də, çıxaram da qabağıma. Bu vaxta kimi sakit qalmışam, indi qalmayacam. Özvə yığışginə. Sən bilsən nəsən? Gəzən Əzrail. Ev yıxan. Yenə gör arvad dilin yığır, söndürür telefonu. Səni kıjvan keçirdi gördüm. Bağlı onu getdirən danışmasın. Nasıl canlıda işləməsidir? Hayır. Canlıda nasıl işləməsidir? Başında nasıl bilən bilir. Dünya. Gəl bura. Nənən SOS oynayırdı. Gəl bura. Sənə çatanda vaxtı olmur. SOS. Bax. Vah. OS. Oyna görməklər oynayırdı. Birisi yazırdı. SOS. Harada burada? SOS. Ay Allah. Kalbim ellərində bir də. Ay Allah. İşte suyu. O Samir, Allaha and olsun. O Samir deyirəm də, bu boyda onda uşaq atalıq hissi varsa, o Əzrail ona imkan vermir. Mən hürürəm burada, onluq da bir şey yox deyə. O onu barmaqlayır. İndi oğul Dünya qaldı. Dünya qaldı. Nədir? 5 dəfə paylaşır. Oğlum. Amma əvvəl oğlun da öldü. İndi bu var axı, əvvəl oğul da öldü. Oğlum da oğlum. Mənə də yox da. O evdə mən qalmışam, neçə il. Mənə də yox. Oğlumu saymırdın, adam yerinə qoymurdun. Oğul indi buna görə oğlum. Sən oğlun belə vaxtında mən olmuşam yanında. O heç kim olan vaxtında. Samir vaxtında mən qız olmuşam. Onun heç nəyə olmaya mən onun yanında olmuşam. Oğlum. Adımdan çıxıb deyəsən elədiyin zülümlər. İndi oğlun olub buna görə. Mama.
Bu necə yanır? Yanaram da, nöş yanmıram. Mənim uşağımla maraqlanmır. Mənim uşağıma çatanda canları çıxır. Amma beləyə qalanda hər şeyə vaxt tapırlar. Niyə? Bu vaxta kimi görürsüz, neçə ildir mən heç vaxt danışmamışam, heç nə deməmişəm, sakit qalmışam. Mən uşağıma görə danışdım. Bu vaxta kimi pis söz danışmamışam, artıq bir hərəkətim olmayıb, artıq söz danışmamışam. Siz kütüləsiz də, siz izləyicisiniz də, yəni siz baxırsınız. Elin gözü tərəzidir deyirlər. Məni bir dəfə görmüsünüz, mən Samir haqqında burada artıq əksiyinəsə danışım. Samirin pis ata olmağından, nə bilim pul verməməklə, milyonlarla demişsiniz burada. Bax, burada elə bu tiktokerlərdən, qızlardan 50 dəfə gəliblər mənim yanıma deyiblər ki, otur qoy uşağını qabağına, kart qoy günə, nə bilim, otur dünya ilə canlıda, heç sən Samirə möhtac olmayacaqsan. Buradan sənə dəstək olacaqlar, buradan sənə hədiyyə atacaqlar. Amma mən Samirin bir kəlməsində mən onu eləmirdim. 50 dəfə deyirdim sizə ki, Samir icazə vermir. Mən elə qız olmuşam, mən onu həyatı boyu pisləməmişəm. Ömür boyu içimdə, buramda çəkmişəm, udmuşam, soxmuşam içimə, sakit dayanmışam. Pisləməmişəm, danışmamışam, valla pisləməmişəm mən onu. Prosto dünən Vuji böyük qızdır, yekə uşaqdır. Dur ayağa dünya. Mənim boydadır. Əngəlli uşaqdır, görmür. Burnunuzdan gəlsin. Bunun ahı tutsun sizi. Dünən dünya ancaq ata nənə deyə qaldı, ağladı. Dünənsə ancaq bu ata dedi, nənə dedi. Siz 10 dəqiqə vaxt ayırıb gəlib mənim uşağımı görmədiniz. Mən ona görə yanıram. Yazırsınız, yanır bu nəyə yanır? Ona yanıram mən. Mənim ürəyim partlayır. Mən sonradan lazım deyil, mişqa alırsan, nə alırsan, gətirirsən, göndərirsən, bir zakazla göndərirsən. Amma özün gəlmirsən, niyə? Ailə qurumsan, Allah səni min xoşbəxt eləsin. Xoşbəxt ol, mən sənin ailəvə bir söz demirəm, nə də mən sənin ailəvi dağıtmıram. Sən ailə quranda, sənin zaten ailən bilirdi ki, sən evli olub ayrılmışsan, sənin əngəlli, qüsurlu uşağın var və sən hər zaman uşağın yanında olmalısan. Bunu sənin ailə quracağın qadın zaten bunu bilir, bunu qəbul edib ki, səninlə ailə qurub da. Səhv danışıramsa deyin, səhv deyirsən. Sən mən ailəvi dağıtmıram ki, deyirəm gəl 10 dəqiqə uşağı gör, get. Azar demirəm, dərd demirəm. Səhv danışıram, mənim ürəyim ona görə partlayır. Deyir, özünü cəmaata güldürmə. Niyə güldürürəm cəmaata özümü? Və burada da mən canlı açanda hamı düşür üstümə ki, atası hanı? Atası niyə yox idi? Niyə Samir gəlməmişdi? Niyə dünyanı aparmadın? Və dünyanı Samir aparacaqdı və dünyaya Samir ad günü eləyəcəkdi. Nə oldu? Anıva ad günü eləyirsən, özüvə toy elədin ad günü ilə bir yerdə, toyva ad günüdə, yəni bir yerdə elədin. Hər il özüvə ad günü eləyirsən restoranlarda, dəmdəzgahla. Keçən il dünyaya ad gün elədim, əlviz cibinizdə gəldiniz, oturdunuz, qonaq kimi yediniz, çıxdınız, getdiniz, 10 dəqiqə sən özünü göstərdin, anın yenə bir 4-5 saat qaldı, oturdu, sağ olsun, nə əcəbsə. Keçən il mən tək başıma, mən tək qadın olaraq neçə minlik mən dünyaya ad günü elədim, tək başıma, afisiyant işləyə eləmişəm mən onu. Özünüz də gəldiniz, gördünüz ki, mən uşağa necə ad günü keçirtmişəm. Burada da canlıda da açmışdım, paylaşmışdım da hamı tək canımla eləmişdim, ad günü elədim qızıma. Mən eləyə bilirəm, sən eləyə bilmirsən, niyə? Mən səni söymürəm, təhqir eləmirəm, artıq bir söz demirəm. Məndən yapışmısan ki, mən də çıxım sənə biabır eləyim, mən də çıxım danışım, çıx danışım, mən pisəm, mən pis insanam, mən lap küçədə qalmışam, mən pisəm. Məni pisdə, mən hər şeyəm, mən pisəm. Mən bundan danışıram, özümdən yox. Yapışmısan çeklərdən, çek. Məni çeklə qorxutma ginən ki, əlimdə çeklər var. Mən sən pul davası eləmədim. Mən fakt danışdım, dedim ki, uşağın yanında ol. Xəstəsən, gəlib 10 dəqiqə görərdim. O mişqanı olsa göndərmişdin də, mənim başıma dəysin, o mişqanı neyinlə mən? Dünya mişqa görür. Gələrdin o 10 dəqiqə, öpərdin uşağı, təbrik edərdin, deyərdin ki, üzrü say məni, mən xəstəyəm, amma durdum, gəldim, uşağımı təbrik elədim, mən gedirəm. İnşallah verərsən dünyanı mənə, mən özüm də ona ad günü eləyərəm. Bu başqa məsələ. Amma sən onun zakazla mənə səhər-səhər mesaj yazır ki, uşağı gətir yasamala, oradan səndən götürüm, sən özün çıx gedkinə. Mən dünyanı əyləncə mərkəzinə aparacam. Dünya əyləncə mərkəzini nə edir? Uşaq ağzını açır ki, nənə restoran istəyirəm. Oruçluq deyə qızım. Əzrail. Oruçluq deyə qızım. Və nə yaxşı SOS özüvə ad gün eləyəndə oruçluq deyildi. Bu nahons da tutacaq sizi. Vallahi.
Ay qız qoçu necə söysün. Şey eləmə. Bu adlardan ötürü. Muhti. Kendim söysün. Vay, kimi görmürəm. Mən heç kimi gözdən salmıram. Heç kimi gözdən salmaq niyyətim də yoxdur. Gözdən salası insan olsaydım, mən 9 ildə ayrılmışam. Bir 5 ildən də çoxdur bilirsiniz ki, Dünya Samirin atası, qızıdır, atasıdır, nə idi? Samir Dünyanın atasıdır. İstəməyə qalsa, gözdən salmağa qalsaydı, vaxtında eləyərdim. Mən gözdən salmaq kimi bir məqsədim yoxdur. Mən dünənə görə beləyəm, mən dünənə görə ürəyim partlayır. Sən dünən uşağımın yanında olmalıydın. Mənə durub burada üstümə qışqırıb, məni polislə qorxudub, məni polisə verməklə deyil. Get ürəyin nə qədər istəyir, mənə polisə ver. Sən tutulanda Samir, mən Vüsalə sənin yanındaydım. Əsməyə düşmüşdü, onun yalvarırdı mənə. Ağlayırdı, özünü yonurdu, gəl məhkəmədə danışdı, nə kimi bizi Samir saxlayır, bəs Samir tutulsa bizə kim baxacaq? Dünyanın xəstə uşağı sürüyə gəldim, oturdum məhkəmə zalında, çıxdım hakimlə danışdım. Dedim, uşağımın atasıdır, bizi o saxlayır, bizə kim baxacaq? Nə olar, xahiş edirəm, mənim uşağımın atasını tutmayın. Yadımdan çıxıb, sən tutulanda mən sənin yanındaydım, indi mənim nəyimə polisə versən. Sən tutulanda mən qız sənin yanındaydım, uşağı sürüyə gətirmişdim. Əsir düz va belə. Tutmuşdular siz səni. Çıxdım hakimin qabağına, dedim ki, uşağımın atasıdır, uşağımı bizi o saxlayır. Sən bizi onu tutsuz mənim uşağıma kim baxacaq, mənim uşağıma kim çörək pulu verəcək? Gəlsən ayanda. Siz ağzımı nədən? Allah. Evlənsin də, gözüm aydın, evlənsin. Mən onun evlənməyini bayaqdan nə istəyirəm burada, nə danışıram? Mən onun evlənməyindən danışmıram. Onun ailə qurduğu qadın deyirəm, zaten bilirdi ki, onun əngəlli uşağı var. Ailə quran insan bilir, başa düşür ki, onun atası da yanında olmalıdır. Deyişəm ki, 3 dəqiqə bağlasın, eləyir ki, oturursan. Lazımdır ona. Danışmısan, dur danışmısan. Birazdan bağla geçsin. Oy, biraz səbət. Yox. Mənə kolanı. Sağ ol.